Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugünkü tarixdə, yəni 07-12-ci ay 2025-ci il tarixində OTK bildiyimiz kimi bu blok sınağı keçirdi və biz bu gün bu blok sınağında coğrafiya 11-ci sinif üzrə coğrafiya fənnindən suallara baxacağıq. Gəlin başlayaq suallara. 31-ci sualdan coğrafiya fənninin sualları başlayır və 31-ci sualımız budur ki, relyef vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyən edin deyir. Deyir ki, xüsusiyyətləri müəyyən edin və burada birinci Orinoco ovalığı, La Plata ovalığı, Orta Sibir yaylası, Anadolu yaylası verilmişdir. Bunlara uyğun olaraq Cənub və Qərb yarımkürəsində yerləşir. Baxın, Cənub və Qərb yarımkürəsində burada yerləşir La Plata ovalığı. Ekvatordan cənubda və Qrimlisdən sol tərəfdə yerləşir. Subekvatoral iqlim qurşağında yerləşir Orinoco ovalığı. Cənubi Amerikanın şimal hissəsində yerləşir bildiyimiz kimi. Daha sonra mülayim iqlim qurşağının kontinental tipində yerləşir. Bu Orta Sibir yaylasıdır ki, məhz kontinentalda yerləşir və geotermal ərazidə yerləşir. Təbii ki, bu Anadolu yaylası olar. Uyğunluq deməli 1-ə 2, 1-ə 2, daha sonra 2-yə 1, 3-ə 3 və 4-ə 4. Doğru cavab D variantı olar. Daha sonra 32-ci suala nəzər yetiririk. Xəritə sxemdə qeyd edilmiş ölkələrin hər ikisində formalaşan tipləri müəyyən edin. Baxın, burada bizə verilən ölkələr hansı ölkələrdir? Təbii ki, bu Fransa, Fransa və Almaniyadır. Fransa və Almaniya ölkələri verilmişdir. Baxın, Almaniya, bu da Fransadır. Fransada hansı iqlim tipləri var, ona baxaq birinci növbədə. Fransada var Aralıq dənizi, cənub hissəsi Aralıq dənizinə düşür. Sonra mülayim dəniz, və eyni zamanda mülayim kontinental iqlim tipi var. Almaniyada isə mülayim dəniz iqlim tipi var, mülayim dəniz, yəni yerləşir orada. Bir də mülayim kontinental iqlim tipi yerləşir. Bunların hər ikisinə təbii ki, ortaq uyğun olaraq mülayim dəniz və mülayim kontinental iqlim tipləridir ki, bu da D variantında özünü göstərir. İkinci sualımızın doğru cavabı D variantı olar. 33-cü suala baxaq. Karst relyef formaları hansı yarımadada daha geniş yayılmışdır? Kiçik Asiya olmaz, Pirney yarımadası olmaz, Apenin olmaz, Skandinaviya olmaz, Balkan yarımadası daha yaxındır, daha dəqiq cavaba uyğun olar. 34-cü sualda xəritə çıxımında işarələnmiş ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Baxın, Cənubi Amerikanın cənub-qərb hissəsi, Afrikanın, daha doğrusu cənub-şərq hissəsi, Afrikanın cənub-şərq hissəsi, Avstraliyanın cənub-şərq hissəsi verilmişdir. Mən bura baxan kimi ağlıma buradan keçən isti cəryanlar gəldi. Baxın, bu ərazidən isti Braziliya cəryanı, burada isti Mozambik cəryanı, buradan isti Şərqi Avstraliya cəryanı keçir. Demək, bunların ümumi xüsusiyyəti isti okean cəryanların keçməsi olar. Passat küləkləri olmaz, çaşdırmasın sizi. Cavan dağlar olmaz. Subekvatorial iqlim də çaşdırmasın sizi. Olmaz subekvatorial iqlim. Aktiv seismik ərazi də mümkün deyil. 35-ci sual məsələdir. Rütubətlilik əmsalına uyğun bir məsələdir. Baxın, ərazidə mümkün buxarlanma, yəni ki, istilik, mümkün buxarlanma nə qədər temperatur istidirsə 1800-dür. Rütubətlənmə əmsalı isə 1,5-dir. Nəyi soruşur bizdən? Yağıntını. Demək, rütubətlənmə əmsalı bərabərdir. Nə yazırdıq yoldaşlar? Yağıntı bölünsün mümkün buxarlanma. Gəlin verilənlərimizi yerinə qoyaq. 1,5 bizim rütubətlənmə əmsalımız idi. 1,5 bərabərdir.
Yağıntı bilmirik. X. E, Mümkün buxarlanma isə 1800 millimetrdir. Baxın, buradan x-i tapsaq biz, x bərabərdir 1800 vurulsun 1,5, o da bərabərdir. O da bərabərdir 2700 edər. 2700 edər. Cavab, doğru cavab B variantı olacaq. Sonra 36-cı sual nisbətən rahat suallardan biridir. Yay gündönümü günü gündüzün uzunluğu daha çox olan məntəqələri müəyyən edin. Yay gündönümü günü günəş bilirik ki, şimal tropik xətt üzərində zenitdə olur və şimala doğru gündüzün uzunluğu artır. Biz də burada daha şimalda yerləşən məntəqələri götürərik təbii ki. 1 və 6. Doğru cavab B variantı olar. Bu sualın üzərində çox yəni daha çox işləməyə dəyməz. Qaradəniz sahillərində yerləşən dağları bizdən istəyir. Baxın, Qaradəniz sahilində yerləşən dağlar. Maraqlı suallardan biridir, fikirləşirəm ki, Qafqaz dağları Kaman yarımadasından başlayır deyirik. Bəs Qaradəniz sahilidir. 1 doğru cavab kimi. Alp dağları mümkün deyil. Kopet dağ olmaz. Pont dağları Türkiyənin şimalında yerləşir. Pont dağları və Qaradəniz sahilindədir. Zagros dağları olmaz. Krım isə bildiyimiz kimi Qaradənizdə, yarımada həm də dağdır. 1, 4, 6 doğru cavab Y variantı olar. Türkiyədə Pont və Tavr dağları var. Şimalda Pont dağları, Qaradəniz, Tavr dağları isə Aralıq dənizi sahilində yerləşir. 37-ci sualımızın doğru variantı Y variantı olar. 38-ci sual. Suallar ola bilər ki, bir qədər bulanıq düşsün. Amma yenə də biz çalışırıq ki, mümkün qədər rahat oxuya bilək. Yanlış fikir müəyyən edin deyir 38-ci sualda bizdən. Orta Sibir yaylasının şərqində Verxuyanski silsiləsi yerləşir. Burada heç bir yanlış yoxdur. Cənub-Qərbi Asiyada eol relyef formaları yayılmışdır. Bəli, burada da yanlış bir şey yoxdur. Himalay dağlarının şimalında Tibet yaylası yerləşir. Elədir ki, var. Burada da yanlış bir şey yoxdur. Pamir dağlarının ən hündür zirvəsi Nepalın ərazisindədir. Xeyr, elə burada yanlış cavab D variantıdır. Böyük Çin düzənliyi daha çox mənimsənilmişdir. Bəli. İndi gəlin burada D variantı niyə yanlışdır, onu deyək. Yoldaşlar, Pamirin ən yüksək zirvəsi haradır? Kongur zirvəsidir. Bəli. Kongur zirvəsi və bilirik ki, Kongur zirvəsi hansı ölkə ərazisindədir? Çin ərazisindədir. Kongur zirvəsinin hündürlüyü isə 7719 metrdir. Deməli, Pamir dağlarının ən hündür zirvəsi Nepalda yox, Çində yerləşən Kongur zirvəsidir. İkinci ən böyük zirvələrindən biri isə İsmail Samani fikri ki, Tacikistanda yerləşir. Bunu da yadımızda saxlayaq. 7495 metr Samani piki. Yağıntıların orta illik miqdarı 600.000 millimetr olan əraziləri müəyyən edin. Gəlin burada biz birinci məntiqlə baxaq. Baxın, Ağcabədi olmaz, Tərtər olmaz, Bərdə olmaz. Çünki buraya yağıntılar bildiyimiz kimi az düşür. Xocavənd, Qusar, Cəllabadda. Burada da baxın, Qusar bir qədər, Qusar, Cəllabad daha quraq ərazilər hesab edilər. Amma burada Qəbələ, Lənkəran və Zaqatala. Bir qədər Lənkəranı mübahisə kimi götürə bilərik burada, amma Lənkəranın bir hissəsi 600.000 millimetr yağıntı olan əraziyə düşür deyə qəbul edirik. Doğru cavab 39-cu sualda D variantı olar. 49-cu suala baxaq. Daha doğrusu 40-cı suala baxaq. Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi nədir? Afrikanın şimal hissəsi daha geniş ərazi tutması. Deyir ki, şimal hissəsinin daha geniş ərazi tutması. Elə bizim doğru variantımız A variantı olacaq. Çünki kontinental ərazi nədir? Bir qədər böyük, geniş ərazi olsun, okeandan uzaq olsun və s. Baxın, digər variantlar oxusaq, günəş şüalarının il boyu böyük bucaq altında düşməsi, bu cənub hissəsinə də şamil edirik. Atlantik okeanın sahillərindən soyuq okean cəryanlarının keçməsi, xeyr. Qərb küləklərinin təsiri mümkün deyil. Enlil hava axınları bu cənubda da var. Yəni, şimal isə daha enli olduğu üçün daha kontinental hesab olunur. Sual 41. Böyük Hövzə yaylası ilə Qərbi Avstraliya yaylasının oxşar xüsusiyyətlərini soruşur bizdən. Böyük Hövzə
bildiyimiz kimi Şimali Amerikadadır. Şimali Amerika. Qərbi Avstraliya isə Avstraliyada yerləşir. Bunların bizdən oxşar xüsusiyyətini soruşur. İsti okean cərəyanlarının təsirinə məruz qalmalar. Xeyr. Platform ərazilərində yerləşməsi. Böyük hövzə platforma deyil, geosignaldır. Qərbi Avstraliya platformadır, bəli. Üzvü aləm kasıbdır. Baxın, həm Qərbi Avstraliya, həm də böyük hövzə nisbətən bizə səhra və yarım səhranı xatırladır deyə bu ərazilər üzvü aləm kasıbdır. Ona görə hər ikisi üçün ortaq xüsusiyyət kimi qəbul edə bilərik. Dağ silsilələri ilə əhatə olunmuşdur. Böyük hövzə bəli, Qərbi Avstraliya xeyr, tropik işıqlanma qurşağında yerləşir, xeyr. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu ilə əldə edə bilərik biz? 42-ci suala baxırıq. Məntəqələr arasında məsafə bu hesablama varsa, bu vizual təhlil deyil, kartometrik təhlildir. Məntəqələr arasında nisbi hündürlük fərqi yenə hesablama var. Vizual təhlil ola bilməz. Ərazinin iqliminin xüsusiyyətlərinə baxın. Sadəcə biz oradakı iqlim xüsusiyyətlərinə baxırıq. Həqiqətən də bu vizual təhlilin xüsusiyyətidir. Ərazidə çayların uzunluğunu hesablama var, kartometrik. Məntəqələr arasında yerli vaxt fərqi hesablama var, kartometrik üsul olar. 43-cü suala baxaq. Aralıq dənizi və Qırmızı dənizin bizim üçün Euler-Venn diaqramı ilə uyğunluğu soruşur. Gəlin baxaq. Birinci növbədə boğaz vasitəsilə dünya okeanına birləşirlər. Təbii ki, bu hər ikisinə xas olan bir xüsusiyyətdir. Subtropik iqlim qurşağında yerləşir. Baxın, subtropik iqlim qurşağında yerləşməsi bu hansına aid? Təbii ki, bu Aralıq dənizinin xüsusiyyəti olar. Daha sonra şimal tropik xətti keçir. Bu Qırmızı dənizdir. Qırmızı dəniz şimal tropik xətti keçir. Geosignal ərazidə yerləşməsi bu hər ikisinin ortaq özəlliyidir. Hər ikisi biri divergent, biri konvergent zonada yerləşir. Üç qitənin sahillərini yuyur. Bu Aralıq dənizidir yoldaşlar. Avropa, Asiya, Afrika. Mərcan mənşəli adalar isə Qırmızı dənizdə mövcuddur. Çünki tropiklər arasında qalan ərazi istidir. 2, 5, 3, 6 və 1, 4. Doğru cavab B variantı olar. Daha sonra keçid alaq 44-cü suala. Burada Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyəti soruşur bizdən. Amazon və La Plata'nın üçün ümumi xüsusiyyət nə ola bilər? Gəlin baxaq. Deyir ki, birinci növbədə deliminasiyon prosesdə üstünlük təşkil edir. Amazon həm də La Plata ovalıq olduğu üçün burada deliminasiyon proseslər üstünlük təşkil edə bilməz. Bunu yadımızda saxlayaq. 1. Olmaz. Relyefdə 4-cü dövr buzlaşmasının izləri müşahidə edilir. Xeyr, 4-cü dövr buzlaşmasının Amazon ovalığında nə işi var? Olmaz. Formalaşmasında çayların rolu böyükdür. Bəli, tam doğrudur. Hamar relyefi malik olan allüvial düzənliklərdir. Bəli, bu da tamamilə doğrudur. Platformanın qalxan hissələrində müvafiq gəlir. Xeyr, platformanın qalxan hissəsi deyil, enən hissəsidir. Seismik cəhətdən sabit ərazilərdir. Tamamilə doğrudur. 3, 4, 6 C variantı testimizin doğru cavabıdır. 45-ci sual maraqlı suallardan biridir. Baxın, şəkildə, bu şəkildə, burada, sol tərəfdəki şəkildə vulkan göstərilir, vulkan konusu göstərilir. Burada isə mərcan mənşəli ada göstərilib və bizə deyir ki, uyğunluq pozulmuşdur. Baxın, bu 3 olan hissə Havay adalardır. Bilirik ki, Havay adalarında çoxlu vulkanlar var. Ona görə 3 doğru hesab edirik. 3'ü doğru hesab edirik. 5 İslandiya adasıdır. İslandiya adasında da eyni ilə vulkanların mövcud olduğunu bilirik. Bu da olmaz. 1 Kordilyer dağlarıdır və bu ərazilər geosignal qurşağı olduğuna görə burada da vulkanların mövcud olduğunu bilirik. Bu 4 verilən ərazi Newfoundland adası. Newfoundland adası platformadır. Orada vulkan olmaz. Ona görə 4. Buradan bizim yanlış cavabımızdır. Bir də bura baxırıq. Mərcan mənşəli ada. Mərcan mənşəli adalar bir burada, bir də burada Borneo adası göstərilmişdir. Yəni Kalimantan. Kalimantan adası mərcan mənşəli ada olmadığı üçün 2 və 4 bizim testimizin doğru cavabı
hesab olunar. C variantı olar. 46-cı suala baxaq. Dünyanın əsas daş kömür yataqları yerləşən əraziləri bizdən istəyir. Mərkəzi Afrika. Xeyr, Mərkəzi Afrikada daş kömür yataqları yoxdur. Appalaç dağları. Bəli, daş kömür yataqları mövcuddur. Orta Sibir yaylasında daş kömür yataqları mövcuddur. Cənub-Şərqi Asiyada daş kömür yataqları yoxdur. Böyük Çin düzənliyində var. Florida yarımadası isə daş kömür yatağı ilə zəngin deyil. Ona görə 2, 3, 5 doğru variant A variantı hesab olunur. Daha sonra 47-ci suala baxaq. Nisbətən rahat tipli suallardan biridir. Baxın, burada bizim 3 verilərimiz var. 1, 2 və 3. Miqyas və xəritədəki məsafə verilib. Mən miqyası izahlı miqyasa çevirirəm. Xəritədəki məsafəyə vurub tapıram həqiqi məsafəni. 3 vurulsun 15 bərabərdir 45 kilometr. Daha sonra baxın, yenidən miqyas var burada. Bunu izahlı miqyasa çevirirəm. Miqyas və həqiqi məsafə var. Mən tapa bilərəm xəritədəki məsafəni. Xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni yenidən bölürəm miqyasa. Yəni 45-i bölürəm 5-ə düşür 9 santimetr. Doğru cavab D variantı olar. 48-ci suala baxaq. Coğrafi uzunluğu üçün saat qurşağının orta meridianından 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən edin. İlk növbədə gəlin 3-cü saat qurşağının orta meridianını tapaq. 3 vurulsun 15 dərəcə bərabərdir 45 dərəcə şərq uzunluğu. Baxın, 45 dərəcə şərq uzunluğu deyək ki, buradır və biz 45 dərəcə şərq uzunluğundan geri qaydırıq. Qərbə doğru gedirik 45 dərəcə. Baxın, 45-dən 45 dərəcə qaydırıq geri. Gəlib çatırıq 0 dərəcə meridiana və bilirik ki, 0 dərəcəli meridian Greenwich meridianıdır və bu da London şəhərindən rəsədxanası, Greenwich rəsədxanasının yanından keçən meridian hesab edilir. Sual 49-a baxaq. Bu ərazi iştiraklanmış ərazidə deyil, iqlim tipi hansıdır? Təbii ki, bu mülayim isti iqlimdir. Baxın, Böyük Qafqazın bu hissələri, bura, yəni mülayim dənizin tipləri var da, yayı quraq keçən, qışı quraq keçən, bərabər yağıntılı və s. Hamısı verilmişdir. Deməli, söhbət gedir mülayim isti iqlimdən. Sual 50. Əlamətlərin aid olduğu okean cərəyanını müəyyən edin. Baxaq, Sakit Okeanda yerləşir. Baxın, Sakit Okeanda yerləşir, Musson cərəyanı Hind Okeanında yerləşir. Asiya qitəsinin iqliminə təsir edir. Qolfstrım Asiya qitəsinin iqliminə təsir etmir. Alyaska təsir etmir. Yağıntıların miqdarını artırır. Yağıntıların miqdarını artıran bilirik ki, isti cərəyandır. Bu da kanar soyuq cərəyandır. Deməli, qalır bir dənə Kurosio cərəyanı. Həqiqətən də Kurosio cərəyanı Yaponiyanın yanından keçir, Asiyanın sahilindən keçir, isti cərəyandır və s. 51-ci suala nəzər yetirən yoldaşlar. Xəritə sxemi əsasən fiziki aşınmanın intensiv olduğu məntəqələri müəyyən edindir. Fiziki aşınma bilirik ki, isti və quraq ərazilərdə gedir, yəni səhralarda gedir. Ona görə də biz burada 2-ni götürərik, səhra, 4-ü götürərik, səhra və 6-nı götürərik, səhra. 2, 4, 6 doğru cavab C variantı olar. 52-ci sual məsələdir. Temperatur 30 dərəcə olan 1 kub metr havanın nisbi rütubətliliyi 65% təşkil edir. Temperatur 10 dərəcə aşağı düşərsə havanın nə qədər rütubət itirdiyini hesablayın deyir bizə. Bilirik ki, biz 30 dərəcə temperaturda 30 qram hava olur və əgər bunun 30 qramının hamısı olsaydı, bu olardı 100%. Amma havanın tərkibində hal-hazırda 65% hava, demək 65% su buxarı var. Görək bu neçə qram eləyir? Qramı qramın altından, faizi faizin altından hesablayırıq. Buradan x-i tapırıq ki, x bərabərdir. Deməli, vuranda eləyir 19,5 qram. Demək, baxın, buradan x-i tapdıq, yəni 100x bərabərdir. 30 vurulsun 19,5. 30 vurulsun 65-ə, o da eləyir 19,5. Baxın, havanın temperaturu 10 dərəcə soyudu. 10 dərəcə soyudsa deməli 20 dərəcə oldu. 20 dərəcədə isə hava özündə 17 qram su buxarı saxlaya bilir.
Gəlin görək nə qədər su buxarı ayrılar. 19,5 çıxılsın 17. O da bərabərdir 2,5 qram. Doğru cavab C variantı olacaq. Daha sonra 53-cü suala baxaq. Exolot məsələsidir. Exolot məsələlərini biz belə həll edirik. Deyir ki, okean dərinliyi 7500 metr olan çökəkli exolotdan göndərilən səs siqnalı neçə saniyə sonra qəbul edilir? 7500 bölünsün 1500 vurulsun 2. O da bərabərdir 10 saniyə. Yəni 7500-ü 1500-lə gedir, bir dəfə gedir, bir dəfə də qayıdır. Ona görə 2-yə vururuq. 1500-ü səs dalğası suda 1500-lə hərəkət eləyir. 1500-dən gedir bir dəfə, 7500 dəyir, sonra geridən qayıdır. Ona görə bölüb 1500-ə 2-yə vururuq. Bu dedir 10 saniyə. 54-cü suala baxıram. Dəmir filizi yataqlarını müəyyən edək. Dəmiroğlu, Hamançay və Daşkəsən. Bunlar Daşkəsəndə yerləşən filiz yataqlarıdır. Dəmir filiz. Bəs Göydərə nədir? Xromit yatağıdır. Kəlbəcərdə yerləşir. Ağ yataq nədir? Civə yatağıdır. Laçında yerləşir. Kaşdağ nədir bəs? Bu da polimetal yatağıdır. Balakən Zaqatala ərazisində yerləşir. Doğru cavab nə oldu? 2, 3 və 5. Daha sonra 55-ci suala baxaq. Deyir ki, Koreya yarımadasına aid olan xüsusiyyətləri müəyyən edin. Yaxşı düşməyib burada. Koreya yarımadasına aid olan xüsusiyyətləri müəyyən edin. Edək. Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür. Xeyr, bilir ki, bura musson rejimli ərazilərdir. Ona görə yağıntıların çox hissəsi isti dövrdə düşür. Olmaz. Platforma sahəsində yerləşir. Bəli, Koreya platformadır. Kamçatka isə geosignaldır. Fəaliyyətdə olan vulkanlar yayılmışdır. Xeyr, burada fəaliyyətdə olan vulkan yoxdur. Şimal mülayim işıqlanma qurşağında yerləşir. Bəli. Yapon dənizi və Siam körfəzi ilə əhatə edilmişdir. Xeyr. Ərazisində musson iqlim tipi yayılmışdır. Bəli. Doğru cavab 2, 4, 6. Baxın, bu Yapon dənizi və Siam körfəzi isə orada mümkün deyil. Çünki Siam körfəzi, Hindiçin yarımadası və Malakka yarımadaları ilə əhatə olunur. Ona görə 5 də bizim doğru cavabımız olmaz. 56-cı suala nəzər yetirək. Doğru fikirləri müəyyən edin. Norveç, Bering, Oxot, Yapon dənizləri bioloji ehtiyatlarla zəngindir. Bəli, bu birə-bir dərslikdə olan cümlədir. 1. Cənub-Şərqi Asiya ölkələri daha çox şirinləşdirilmiş okean suyundan istifadə edir. Xeyr, mümkün deyil. Namibiya sahillərində almaz hasil edilir. Bəli, tam doğru. Namibiya sahillərində almaz var. Şimal dənizi sahilləri zəngin daş kömür ehtiyatları ilə malikdir. Xeyr. Hazırda Hind okeanı dəniz yük daşımasına görə birinci yer tutur. Bu Hind okeanı yox, Atlantik okeanıdır. Süveyş və Panama kanalları dəniz nəqliyyatında mühüm rol tutur. Bəli. Məsafələrin qısaldılmasına görə gəmilər oradan daha çox istifadə edir. 1, 3 və 6 doğru cavab hesab olunur. Uyğunluğu müəyyən edin deyir. Burada 1, baxın bu Ərəbistan litosfer tavasıdır. Bu hissədə verilən. Bu isə Nazca litosfer tavasıdır. Deyir ki, materik tipli yer qabığına malikdir. Bəli, 1-ə uyğun olar. A. Çünki dedik ki, kiçik litosfer tavalarından yalnız Ərəbistan materik tipli yer qabığına aiddir. Sonra həm materik, həm okean tipli yer qabığına aiddir. Bu heç birinə aid olmaz. Bu materik tipli okean. Okean tipli yer qabığına malikdir. Bəli, 2. Cənub-qərb istiqamətində hərəkət edir. Heç biri cənub-qərb istiqamətində hərəkət edir. Avstraliya bilir ki, bu şəkildə hərəkət edir. Yəni şimal-qərb istiqamətində. Hətta Avrasiya litosfer tavasından toqquşur. Sakit Okeanodul həlqəsinin formalaşmasında iştirak edir. Baxın, Sakit Okeanodul həlqəsi bu hissədən davam eləyirsə, deməli 2 olar. 1-ə A, 2-ə C və Y. 57-ci sualın doğru cavabı hesab olunur. Və situativ suallarımıza baxaq. Biz burada deyir ki, Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğuna daxil olan Otmanbozdaq palçıq vulkanı Azərbaycan ən iri və ən fəal palçıq vulkanlarından biridir. Vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir.
və onun zirvəsində diametri 300 metrə olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Sual 58 deyir ki, mətndə verilmiş vulkana aid olan xüsusiyyətləri cədvəldə yazın. Vulkanın yerləşdiyi tektonik ərazi, struktur, təbii ki, bu Böyük Qafqazdır. Böyük Qafqaz. Daha sonra vulkanın yarandığı süxurlar, bu çökmə mənşəli süxurlardır, çökmə. Vulkan püskürdükdən sonra orada nə yaranır? Baxın, bu palçıq vulkanları püskürəndən sonra orada qalan o bərkiyən palçığa brektiya deyirlər. Deməli, brektiya deyirlər, brekti. Deyir ki, vulkan yamaclarından yaranmış relyef formalarının ümumi adı nədir? Bu arid deondasyon adlandırmaq olar. Arid deondasyon adlandıra bilərik. Daha sonra deyir ki, mətndə verilmiş vulkan tipinin Azərbaycanda yayıldığı əraziləri müəyyən edin və bu tip bir neçə vulkan adını yazın. Hər birinə ən az 3 misal. Baxın, bu əsasən palçıq vulkanlar Azərbaycanda harada yaranır? Abşeron. Daha sonra Qobustan və Xəzər dənizinin şelf zonası. Xəzərin şelf zonasında yayılmışdır. Və burada da palçıq vulkanların biz adlarını yaza bilərik. Otman Bozdağın özünü yaza bilərik, Torağayı yaza bilərik və s. Yəni palçıq vulkanı nə qədər bilirsənsə adını yaza bilərsən ora. Daha sonra mətndə verilmiş vulkan tipinə aid xüsusiyyətləri deyir, seçin, cədvəldə yazın deyir. Vulkanların yerləşdiyi ərazilərdə yayılmış faydalı qazıntılar, palçıq vulkanlar varsa, orada nə yayılıb? Neft və qaz. Təbii ki, neft və qaz yayılıb. Vulkanların təsərrüfat əhəmiyyəti isə bilirik ki, palçıq vulkanlarından müalicəvi əhəmiyyətə malikdir. Dəri xəstəlikləri, daha sonra revmatizm xəstəlikləri və bir sıra xəstəliklərin müalicəsi üçün istifadə edilir. Bugünkü OTK sınağının, yəni ayın 7-si, dekabrın 7-si 2025-ci ildə keçirilmiş OTK sınağının 11-ci sinif üzrə coğrafiyadan işlədiyimiz, verilən test tapşırıqlarına baxdıq. Ümid eləyirəm ki, suallar sizə tam aydın oldu. Kanala abunə olmağı unutmayın. Sualınızı şərh bölməsində yaza bilərsiniz. Sağ olun.